Mən qaş sabitləyicisi necə istifadə olunur bilmirəm, çünki həyatım boyu istifadə eləməmişəm. Laminasiya effekti olan qaşlardan zəhləm gedir. Qaşımı da belə eləyəndə düzəldiyinə görə buna ehtiyac duymamışam. Amma indi burada 3-4 dənə tük var, sözümə qulaq asmır. Ona görə fikirləşdim ki, artıq buna ehtiyacım var. Lux Visage'ın Brow Lamination Extreme Fix 24 saat waterproof. Belə balaca bir fırçası var. Baxdığım videolarda öncə aşağı doğru belə eləyirdilər. Sonra da belə yuxarı doğru darayırdılar. Pis olmadı məncə, hə? Qaşlarımın uzunluğu şaka mı? Mənə elə gəlir ki, fırça tutuculuğu biraz zəifdir. Yəni, istədiyin kimi daraya bilmirsən. Biraz çətin gəlir. Ya da bəlkə mən bacarmıram. O da ola bilər. Məncə yaxşı sabitlədim. Qaşlarım qurudu. Ağ iz yoxdur, baxın. Bir dənə də yoxdur. Bir də daş kimidir. Heç tərpənmir ay yerindən. Əgər uyğun qiymətli bir qaş sabitləyicisi axtarırsınızsa, buna baxa bilərsiniz könül rahatlığından. Çünki görürsünüz.